Azərbaycanımız çok güzel bir ifa dinlemiş olduk değerli sənətkarlarımızın ifasında. Hörmətli izləyicilərimiz, programımız devam ediyor. Ümumiyyətlə bugün biz birçok konularımızla tabii ki danıştık. İlqar Ağışovla danıştık, Xeyr Ağazadə ilə danıştık və indi daha çok maraqlı bir nüansları qeyd edəcək qonaqlarımız var. Cəlaloğlu Kəlağay şirkətinin rəhbərləri Cəlal Səfər və Roman Səfərov bugün qonağımızlar. İlk olaraq sabahınız xeyirli olsun, xoş gəlmişsiniz. Hoş gəlmişsiniz. Bugün biz ümumiyyətlə çok güzel bir tarix yaşırıq. Qalib bir xalqın nümayəndələri və vətəndaşlarıyıq. Bu olduqca gözəl bir histir. İlk olaraq Roman müəllimizin təəssüratlarınızı qısa şəkildə alaq mümkünsə. Qələbəmiz mübarək. Öncələ mən də istəyirəm ki, Kəlağay haqqında məlumat vermişdən əldə xalqımızı bu möhtəşəm qələbə münasibətindən təbrik edeyim. Ali Baş Komandanı təbrik edeyim. Eşqolsunuzun qəhrəman ordunuza, qəhrəman komandanımıza və daha yüksək qələbələrə gələcəkdə inşallah xalqımız imza atsın. Amin inşallah. Sizin də qısa şəkildə fikirləriniz verin. Xalqımıza fürsətlə istifadə edib salamlayıram. Hamının bu bayramını təbrik edirəm və Roman müəllimin sözlərinə qüvvət olaraq bildirmək istəyirəm ki, bu inşallah biz Qarabağın alınacağı dekabrın 1-ci günün lap səbirsizliklə gözləyirik ki, bütövlükdə Qarabağ artıq biləcək ki, Azərbaycandır. Bəli, Qarabağ Azərbaycandır. Qarabağ əbədi olaraq Azərbaycan olaraq qalacaq. Bugün biz Kəlağaylardan danışacağıq və bilirik ki, Kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olub və bəzi nüanslar var, xüsusən də Baskal Kəlağaylarının xüsusi bir özəlliyi var. Bax, bu haqda danışacağıq. İzləyin mümkünsə reklamları, qayıtdıqdan sonra dərhal studiyadayıq və bir çox nüanslardan xəbərdar olacaqsınız. Buyurun. Xüsusi sponsor ortoped vertebrolog Dr. Yusif Zeynalov. Kəlağayı Azərbaycanın çox əsrlik mədəni irsinin ayrılmaz hissəsi olaraq xalqımızın təfəkküründə saflıq, gözəllik və sülh kimi anlayışları həkk edib. Azərbaycanda tarix boyu Kəlağayı sənətinin yaşadığını və inkişafının müxtəlif yazılı mənbələr, əcnəbi səyyah və diplomatlar dönə-dönə qeyd ediblər. Azərbaycan Kəlağayı sənəti ilə təsdiqlənib. Azərbaycan Kəlağayısının şöhrəti ölkəmizin hüdudlarını aşaraq mənəvi dəyərlərimizin bir rəmzi olmaqla milli özəlliyimizi dünyada tanıdan maddi sübutdur. Azərbaycan xalqı olduqca, onun maddi və mənəvi dəyərləri yaşadıqca, Kəlağayı sənəti və onunla bağlı olan ənənələr, saflıq, ləyaqət, şərəf və gözəllik kimi yüksək meyarların daşıyıcısı olacaqdır. Çok güzel bir video şarkıda izlemiş olduk ve tabii ki video şarkıda da qeyd olunduğu kimi Azərbaycan qadının en güzel atributlarından biri Kəlağayıdır ve 1875-ci ildən Cəlaloğlu Kəlağayı tabii ki fəaliyyət göstərir. Məsələ Roman müəllim istəyirəm bu haqda ilk olaraq siz danışasınız ki necə olub ki ümumiyyətlə babalarınız bu işdən başlayıb və qəribə bir şeydir ki Kəlağayını xüsusən kişilər hazırlayıb hər zaman. Yəni qadınların bu işi hazırlamasına o qədər də yaxşı qarşılanmayıb, baxılmayıb. Biraz orada müxtəlif məsələlər var. Yəni 1875-ci ildən elə bil mənim babalarım, ulu babalarım bu işlə məşğul olmağa başlayıblar. O demək deyil ki, yəni o dövrdən başlayıb. Ümumiyyətlə, baş örtüyü hələm eramızdan əvvəl İranda 1-ci Daranın dövründən baş örtüyləri Kəlağayıya bənzər. Yəni Kəlağayı üslubunda boyanmış baş örtüyləri olubdur. Ancaq müxtəlif parçalardan olubdur. Və zaman-zaman puxtələşib sənət, yayılıb hər yana. Baskal sırf Kəlağayının məskənidir. Kəlağayının vətəni Baskaldır, belə deyək. Bu da ondan irəli gəlir ki, Baskal elə bir coğrafi ərazidə yerləşir ki, orada kənd olaraq, qəsəbə olaraq nəsə bir kənd təsərrüfatı ilə məşğul olmaq, ondan sonra digər işlər görmək elə mümkün olmayıbdır. Çünki Baskalın özünün yerləşdiyi coğrafi ərazi dağın döşüdür, orada evlərin də heç həyətyanı sahəsi yoxdur demək olar. Balaca həyətyanı sahələrdir. Məcbur olub insanlar sənətkarlıqla məşğul olmağa, hansısa sənətlə dolanışığını təmin eləmək üçün, öz maddiyyatını təmin eləmək üçün bir iş görməli olublar da, nəsə iş görməli olublar.
və məcbur olurlar ancaq sənətkarlıq. Onun da ən əlverişlisi tipik olaraq görünür. Şimdi nəsillərdən nəsillərə ötürülə gəlib çıxıbdır. Tək 1875-ci ildən, yəni o sayılır yaxın orta əsr. Bəli, 19-cu əsr. Hətta 10-cu əsrdən, 11-ci əsrdən bu sənət Baskalda təşəkkül tapıb, Baskal özü qədim yerdir. Bəli. Heç bir başqa görüləsi iş olmadığına görə ancaq olub orada ticarət və sənətkarlıq. Və təsadüfi deyil ki, bu gün də Baskal sakinlərinin əksəriyyəti, hətta dünya müxtəlif ölkələrinə, Azərbaycan müxtəlif şəhərlərində gəlib köç edib yaşasalar belə, bu iki işlə məşğul olurlar. Sənətkarlıqla və ticarətlə, ticarətin də əsas yaşa sahəsində, ictimai yaşa sahəsində daha çox puxtələşiblər Baskallılar. Və zaman-zaman, mən özüm Tiflis doğumluyam. Atamgildə bir zaman gəlib Gürcüstanda yaşayıblar. İndi də qohumlarımızdan orada qalanlar var. Yəni Baskal ailələri, Baskallı ailələri var. Bir zaman çox olub. Bu son vaxtlarda qayıdıb gəldilər. Bu təsadüf eləyir. İkinci Dünya müharibəsi ərəfəsində köçüblər sənətkarlığı inkişaf elətdirmək üçün. Maraqlı odur ki, Baskal sakinləri ümumiyyətlə kənara çıxışa meyilli olublar. Məhz Kəlağayı ilə bağlı, sənətkarlıqla bağlı ki, harda, hansı xalqlar Kəlağaydan istifadə ediblərsə, tələbatı olub, gedib orada quraşdırıb o sexləri, qustar şəkildə, orada fəaliyyət göstərdiblər və istehsal edib elə oradaca da satıblar. Bir növ belə deyək də, bugünkü iqtisadi dillə desək, məhsulun maya dəyərini aşağı salmaq üçün. Yol xərci olmasın, filan olmasın, qustar yolla eləyirlər onsuz. Burada da qustar yolla eləyirlər, orada da. Və Baskalda da babalarımız bu işlə məşğul olub, ona görə ki, başqa seçimləri olmayıbdır. Qaldı ki, ancaq kişilərin o işlə məşğul olmasına, mənim nənəm çox gözəl boyaqçı olubdur. Hətta o, hər Kəlağayının öz adı var, boyağına, naxışına görə adları var. Bəli. Alabula deyilən bir Kəlağay var, hansı ki, onunla başqa boyayan olmayıb. Alabula. Onun boyaq üsulunu nənəm özü tətbiq edib və özü boyayıb. Sonradan başqa sənətkarlardan da boyayanlar olubdur. Ancaq onu kimi olmayıbdır. Mənim özümün yadıma gələndə, mənim işlədiyim dövrdə hansı ki, sexlər fəaliyyət göstərirdi, fabrika tipli sexlər idi, bu axır dövrlərdə. 90-cı illərin əvvəllərində işlər dayandı müəyyən səbəblərə görə. Orada, məsələn, Səfiyyə xala dediyimiz biri var idi, boyaqçı idi. Yəmən xanım var idi, o boyaqçı idi. Yəni qadınlar da işləyibdir. Sözsüz ki, bəxtdən da biz izlədik ki, Azərbaycanımızın atributlarına, eyni zamanda milli mənəvi dəyərlərimizdən elə başlıcasında dayanan da Kəlağaylarımızdır və Azərbaycanımızın həqiqətən, mən Kəlağayı taxana qədər, indi bu istifadə edənə qədər biraz belə, nəsə iş qadını kimi, artıq hazır özümü xanım hiss edirəm. Kəlağayı insana o hissi verir, xanımlara o hissi verir həqiqətən də və sizin özünüzün yanaşma tərziniz bizə çox maraqlıdır, mənə çox maraqlıdır ki, Kəlağayının sizin üçün dəyəri nədən ibarətdir? Elə indicə özünüz qeyd elədiyiniz kimi, qadın geyimlərinin deməli, ən yaraşıqlı aksesuarlarından biri, bəlkə də mənə görə, əgər deyirsinizsə dəyəri, mənə görə birincisi. Kəlağayıdır. Kəlağayıdır. Və siz necə düşünürsünüz? Mən də əmin fikrinə razıyam, yəni eyni ilə qadınlara xüsusi bir gözəllik verir, zərif qadınların, xanımların seçimidir, yəni o xüsusi olaraq belə deyim, zərif və qədim dövrdə elit xanımlar taxıb, yəni hər xanımın başında başörtüyü olubdur. Amma Kəlağayının xüsusi bir təbəqə istifadə edibdir. İndi də elədir. Üzr istəyirəm, bir şey əlavə edeyim. Yəni, uca Allahın yaratdığı insan üçün ən vacib olan şey geyimdir, libas, bir də qida. Heç də təsadüfi deyil ki, indi mənə efir vasitəsilə izləyən dostlarım varsa, aralarında söhbəti eləmişəm, bilərlər ki, bir də xatırlayacaqlar ki, baxan varsa ki, roman bunu bizə deyibdir, eşitmişik. Hər işçinin təbii yolla iki böcəyin öhdəsinə buraxıb. Ən bahalı lif, ən bahalı parça, ipək parça sayılıb həmişə bir kəpənək qurdunun istehsal elədiyi bir şeydir. Eynən. Ən bahalı, ən xeyirli, ləzzətli, dadlı yemək baldır, bir arının öhdəsinə buraxıb Allah Taala. Təbii yolla. Bu təsadüfi deyil. Yəni, ipək parçanın özəlliyi, möhkəmliyi, ipək liflərin ondan ibarətdir ki, başqa liflər qısa bir-birinə əyrilmiş olur, pürüzlənmiş olur. Ancaq onun
bir teksti 1500-1800 metr olur. Yəni bütün nöqtələrində davamlılıq, keyfiyyət eyni dərəcədə olur. Ondan hazırlanan parçalar ən keyfiyyətlisi sayılır ipək parça. Belə bir şey də var. Şəri qaydalara görə təmiz ipəkdən kişi xeylaları paltar geyməzlər. Deməli qadınlara uyğundur. Deməli qadına məxsus olduğunun da bir özəlliyi var. Onu demək istəyirəm ki, qadınlar nə dərəcədə elə bil başımızın tacıdır bizim. Analar var, bacılar var. Ən yaraşıqlı, ən bahalı da onların olmalıdır. Bax, gəlir üst-üstə düşür belə. Tamamilə razıyam. Roman bəy, siz həmin bu, belə deyək də, sənəti nəsildən nəslə ötürürsünüz, düzdürmü? Siz 4-cü nəsil və Cəlal müəllim də 5-ci nəsildir. İnşallah da bunun davamı ilə Cəlal müəllimdən gələcək. Və mən nəyə qeyd eləmək istəyirəm sizdən, çünki artıq siz illərinizi, belə deyək, həsr eləmişsiniz bu sənətə. Bu sənət sizə nələri qazandırdı? Valla bu sənət iki istiqamətdə baxaydı, elə bil. O baxış prizması iki yöndən olsun. Əvvəli onu deyim ki, bu sənət mənəvi olaraq bizə çox şey qazandırdı. Ona görə ki, biz bugünkü yaşayışımıza, ondan maddi olaraq qazancımıza sənətə borçluyuq. Ki, bizi dirçəldən bu olubdur. Və bugün sizin efirdən əgər bu fürsət bizə verilibsə ki, biz bu fikirləri ifadə eləyək, bu bunun mənəvi tərəfidir ki, hansı ki, məsəl belə deyək, 100 il bundan qabaq yaşayanlar nə bilərdilər ki, bu günlər roman oturacaq burada, liderin efirindən səsləndirəcək, Kəlağay haqqında məlumat verəcək. Bunun özü də qazancdır bizim üçün. Ki, bütün dünya baxırsa buna bilirlər ki, məsələn, Azərbaycanda hansı bir sənət var, necə yetişibdir, mənbəyi hardan gəlibdir. Bu özü qazancdır. Maddi mənəvi qazancdır. Maddi mənəvi qazancdır, bəli. Sizin üçün bəs mənə maraqlıdır fikriniz, Cəlal müəllim? Belə deyim, mənəvi dəyəri. Mənəvi dəyəri həddindən artıq yüksəkdir, belə deyim. Çünki o babalardan bizə miras qalıbdır. Necə ki, insanlarda hər hansı bir şey ailədən miras qalanda o dəyərli olur. Deyirlər, bu anamdan, nənəmdən bəli qalıbdır. Eyni formada bu bizdə nəsildən gəlibdir, babalarımızdan miras qalıbdır. Bir yandan o mənəvi dəyəri ondan ibarətdir ki, babalarımızın bizə miras qoyduğu bir sənət növüdür. Biz ondan istifadə edirik. Ondan həm tariximizi, həm mədəniyyətimizi göstəririk, həm də belə demək mümkündürsə, yəni maddi formada qazancımızı əldə edirik. Həm maddi qazancdır, həm də ki, bizdən sonra gələn nəsillərə, xüsusən də xanımlara təbii ki, mənəvi dəyərdir. Yəni tariximizi göstərir, hər naxışın, hər bir şeyin orada öz mənası var. Və rənginə görə, ilk olaraq rəngdən başlayaq, daha sonra naxışlara keçək. Üzərində naxışları da var ki, mən görmüşəm, üzərində nar naxışları, hansı ki, o da bizim milli mənəvi atributlarımızdan da, dəyərlərimizdir, nar naxışları olan kəlağaylar və yaxud da sırf butalardan ibarət naxışlar. Onları, yəni rənglərinə görə nə mənalar daşıyırlar? Bunlar müxtəlifdir. Məsələn, bu çəhrayı müxtəlif bir neçə cürə yox. Buta deyil, bu nədir olan bəyəm? Müxtəlifliyi var, yox, o buta deyil. Sonradan əlavə olunmuş naxışdır. Buta ümumiyyətlə şərq aləminin əsas atribut rənglərindən biridir. Milli ornamentdir. Bəli. Kəlağayı, adı kəlağayı dediyimiz başörtüyü, indi bugünkü gündə ondan cib yaylığı, şərflər, zadlar da hazırlanır. Ancaq məsələ ondadır ki, o boyanana qədər, yəni kəlağayı halına salınana qədər adi ipək parçadır. Yəni toxunuşda dəzgahdan açılıb götürüldü, onun kəlağayı olmasının bir neçə amili var, ölçüsüdür, rəngidir, naxışlarıdır, materialıdır, nə olmalıdırsa. Bunlar hələ ki dəzgahdan açılıb götürüləndə ipək parçadır. Birinci mərhələ bilirsiniz nədən başlayır? Bütün kəlağaylarının istəyir balaca olsun, istəyir böyük olsun, eni ilə uzunu bir olub. Deməli biz onu toxuyurduq. 4 günc olur. 4 gün kvadrat şəkildə. Bəli. Hansı ki, ağ dəyər şey qıraqlarında nənələrimizdə... Onların hamısının ölçüsü olurdu 2 metrə olub, yəni 2 metrənin 2 metriyə. 1.60-ın 1.60-a, 1.50-nin 1.50-yə, 75-in 75-ə və bunlar kəsilib o ölçüyə salınmayana qədər ipək parçadır. Birinci mərhələ onun kəlağayı olmağı o kəsilmədən başlayır. Çünki o ölçüdə başqa bir qadınlar deyirlər ki, filan parça 1 atrez, 2 atrez nə kəsilir. Onun eni ilə uzunu bir döl. Ancaq kəlağayı olmaq üçün o məhsul ki, kəlağayı olacaq, ən birinci kəsilir eyni ölçüdə. Eni nə qədərdirsə, uzunundan da o ölçüdə kəsirlər.
və boyanıb o kəlağaya aid olan naxışlar ona vurulandan sonra aha, hazır oldu. Boyanmadan sonra bilirsən ki, bu kələğa. Amma gəlin bax bu nüansları izləyicilərin diqqətinə çatdıraq da. Əsl kəlağayını bizə necə yoxlayırlar? Əsl kəlağayı üzüydən keçməlidir. Üzüyü çıxıb. Bəli, əsl Mənim üzüyüm yoxdur. Mənim üzüydən çoxdur. Əsl kəlağayı üzüydən keçirsə Eksperiment eləyirik, dəyərli eksperiment izləyicilər. eləyirik. Ay, sağ ol. Dur. Amma bu çox qalın deyir Azər. Bu çox böyükdür axı. Sən Qalın fərqi yoxdur. Fərqi yoxdur ki. Arşın malına oxşadı Azər. Onunla qalını 123 qram olur, 150-nin 150 olanda. Keçir. Aha. Görürsən, əsl kəlağayı. Həqiqətən də əsl kəlağayı Nə bilirsiniz üzüydən keçməli. nə xoşuma gəlir? Son dönəmlərdə sanki bunu biz daha çox sizin sayənizdə aşılayırıqmı deyə, yəni milli mənəvi dəyərlərimiz daha çox insanlara, yeni nəslə aşılanır deyə. Mənim çox xoşuma gələn odur ki, məsələn, bizim nəsil və bizdən sonra gələn nəsil, hansı ki artıq həsi verilən qızlarımız qırmızı kəlağayı istifadə edirlər. Məsələn, əvvəllər qırmızı, sadəcə qırmızı örpək istifadə edirlərsə həli qızlara, qaynaları tərəfindən, artıq hal-hazırda qırmızı kəlağayılar istifadə edirlər. Həqiqətən bu çox sevindirici bir haldır. Yəni bir şey deyim sizə. Bunların hərəsinin öz təyinatı var. Məsələn biz kəlağayı toxuyanda o vaxt zakaz olunurdu, bizə boyanması zakaz olunanda Sifariş deyirdilər. olunurdu. Demirdilər bu rəngdə elə. Deyirdi gəlinlik kəlağayı istəyirəm. Oldu. Biz o saat bilirdik ki, ağ, qırağı ya yaşıl, ya da ki yaşıl qırmızılı. Haşiyə ilə boyanmış kəlağayı, bu oldu gəlinlik. Təzə köçən gəlin onu başında gəzdirir müəyyən müddətdə, yəni abır ismət rəmzidir. Və yaxud deyirdilər duvaq. Duvaq bilirsiniz də nədir? Niqab. Gəlinlərə. O sırf qırmızı olurdu. Qırmızı duvaq idi. Bu üzə örtürdülər də gəlin köçəndə gənc qızlara. Və yaxud gənc qadınlar ağ kəlağayı dildə noxudu deyir hamı, soğanı deyirlər, noxudu deyirlər. O kəlağayının adı soldurmadır. Ağ kəlağayı. Ağ, qırağı, soğan rəngində, noxud rəngində Bildim, olana. narıncı fason. Nə? Yox. Bildim nə deyirsiniz, bej rəngdən. Mixəyi. Bildim. Aha. Krem rəngi də. Krem rəngi. Hamı Rusya deyəcək də, koriçnovi. Hər kimi. Qəhvəyi. O qəhvəyi rəngi soldururlar kislata ilə. O alır soğan rəngini, noxud rəngini, müəyyən qədər də bir-birindən fərqli rəngi. Ona soldurma deyirlər. Onun adıdır soldurma. Və müxtəlif xalqlarda istifadə olunub. Hansı xalq nə? Məsələn, biz satırdıq Özbəkistana, özbəklər saçaqlı soldurma örtürdülər. Bax, elə saçaqlı olan. Məndəki kimi. Sizdəki, bəli. Bəli, bu şərf sayılır, yoxsa şərf sayılır? Bunun üzərində saçaqları var. Mənim məsələn öz kəlağayı evdə olurdu, iki tərəfindən olurdu saçaqlar, dörd tərəfindən yox. Aha. Saçağı, onu özbəklər örtürdü. Heratı deyilən kəlağayı var. Yəni, Bax burada qırmızı, fərqi var. qırmızı. Götürmə. Qırmızını götürməyib. Əsas elə qırmızı idi. Qırmızı yox. Bilirsən, heratı deyilən, yəni o sırf tipik kəlağayı boyanma üslubu var da, haşiyə, şax, qabaq haşiyə, göbək. Adlarıdıblar o naxışların. Onu istifadə edirdi, onun qırmızılısını spirək deyirik, vəlgə ağacından, biz sarağan deyirik. Kitab adı, ədəbi adı vəlgədir o ağacın, ondan rəng alınır da, təbii rəng. Ondan hazırlananı ya qırmızısın, heratı rənglidir. Heratı kəlağaylar istifadə olunurdu Aşqabadda, türkmənlər. Dağıstan xalqlarının örtüyü ayrı var idi. Gürcüstanda yaşayan kürdlər var. Onlar balaca bölmələr istifadə edirdilər. Adı şahmat idi, şahmat. Onun şahmat risunkası ilə boyamırdılar. Şahmat varı elə bir ki, yumru, qadınlar qaroşka deyirlər. Bəli. Elə bir naxışlarla boyanma şahmat. Hərənin özünki var. Azərbaycanda daha çox. Azərbaycanda istifadə olunan ağ, qara, bir də töv qəhvəyi deyilir də, töv karışını. Bəli. Hər tərəfi. Ondan istifadə olunurdu. Onu da dediyim oydu ki, təyinatı nədir? Nisbətən gənc qadınlar, məsələn, ağ örtürdülər. İndi Allah hamdan uzaq eləsin. Kimin yası varsa, biraz qəhvəyi, qara. Qarıya, onu da yaşlılar, lap yaşlılar qara, tünd qarasın. Biraz zamanları indi əzzi dünyasını dəyişibsə. Allah uzaq eləsin. Bəli. Qəhvəyi rənglər. Belə. Azərbaycanda istifadə olunan belə bax, gəlin bunu qeyd edəyək. Bax, indi dəbə görə. Dəbə görə də, indi aydın məsələdir. Bu butalıdır. Yox, butalıda ümumiyyətlə, misal şu, Bu ipəkdir. Hə? Bəli, Təbii. Bu da ipəkdir. Bu çünki... Yox.
O da ipəkdir. Ancaq onda qarşılığı var. Ona Material biz başqadır. dildə deyirdik ət ipək. Bir də var od ipək deyirdik. O da viskoz deyilən liflər var. Paltarların tərkibində də olur, viskon. Hə, viskoz. O viskozdan qatışıq olana parıltı verirdi o viskoz. Od ipək deyirdik. Elə bil alışıb yanırdı. Gəlin bax, mən bir sizin qeyd etmək istəyirəm. Siz az əvvəl ümumiyyətlə kəlağayının rənglərinə görə təyinatını qeyd elədiniz və eyni zamanda kəlağayının üzərindəki o naxışlar, bəzəklər və bunların hamısı da kifayət qədər rol oynayırdı, düzdürmü? Burada zövqlə yanaşı olaraq bunların da təyinatı olmalıdır, səhv eləmirəmsə. Bu haqda istəyərdim danışasınız. Ya Cavad müəllim, ya Roman müəllim, siz fərq etməz. Roman müəllimin danışmanın üstünlüyü verirəm, o daha ətraflı. Sizdən daha sonra başqa sual verəcəyik. Buyurun Roman müəllim. Məsəl üçün, bu göy rəngdədir, özü çox gözəl göy rəngdir də, elektrosin rəngində. Üzərində butalardır, mərkəzdəki bu buta sayılmır. O göbək sayılır. Qəşəng saxla Azər. Göbək hissəsi sayılır, daha sonra... Göbək, elə adı o mərkəzdə olan o İşarəsi. Dairəvi naxış, o göbək sayılır bütövlükdə. Kəlağayın göbək hissəsi. Haşiyə, şax, üzr istəyirəm. Göstərək. Azər yenə göstərək. Tam aç Azər, tam aç. 2 metrdir bu. Aşağı. İtib batacam mən burada. 1.60'ın 1.60. Yox, 1.50'dir bu. Ver bunu. Haşımlı açım. Haşiyələm kameraman bir dənə göstərsin. Bax, Cəlal müəllim itdi. tipik. Cəlal, belə tut aşağı. Aşağıdan bilirsin. Kəlağayının naxışları başlayır haşiyədən. Haşiyə, bu butalar ki var ha. Bəli. İriləri şaxdır. Şax. Aralarında bir də olur, indi bunda yoxdur. Şax arası deyirik, balaca butalar. Şax arası. Sonra bunların qarşısından bir də haşiyə gedir, belə endə yox, biraz daha. Nazik. Qabaq haşiyə deyirdilər onu. Qabaq haşiyə. Haşiyə, Anlamları nədir onların? Hə? Anlamların. Anlamları saat deyim. Çünki çox maraqlıdır ona Bunu görə. ən yaxşı izahatını veribdir psixoloq Rəna İbrahimbəyova. Biz sevdik onu dəvət eləyərik. O çox gözəl izahatını verirdi. O video çaxlar da var onun haqqında ki, dünyada insanın yaşam tərzini bildirir. Mənim fikrimcə o doğru deyir. Bəzi şeyləri indi o demədiyi, yəni tən ortada Həzrət Əli əleyhissalamdan bir hədis var ki, dünya bir partlayışdan yarandı. Bu partlayışın mərkəzində günəş durur. Bu gün də bizə, elmə bugünkü gün məlumdur ki, günəşin nüvəsi 15 milyard dərəcə istidən ibarətdir, atom partlayışlarıdır bu. Bəli. Atom partlayışlarından ibarətdir. Bu mərkəzdə dayanan günəşdən yaranan partlayış və bu şüalarla Şaxələnir. bütün dünyaya yayılıb o işığı verir və insanların yaşam tərzi, bu milli ornamentlər elə bir görsədir ki, bu insanlardırsa və hardasa sonu var. Yaşayışın sonu var. Mərkəzdən kənara. Kənardan mərkəzə də hər bir şey günəşə doğru, torpaqdan baş qaldıran hər bir şey. İnsandan tutmuş bitkilər, bütün canlı orqanizmdə hamısı, bakteriyalara qədər, hamısı günəşə yönəlir. Niyə məhz göyün üzərində ağ? Bu başqa rəngin O üzərində seçim olur. başqa rənglər də olur. Ola bilər, yəni bu artıq... Ola bilər. Hə, bu təyinat deyil. Onu götürüb digərlərindən istəyirəm ki, danışaq. Çünki izləyicilərimiz üçün də maraqlı və bu arada 052128456 hörmətli izləyicilərimiz zəng vurub əlaqə saxlaya bilərsiniz. Ümumiyyətlə Cavablı Kəlağayı 052128456 efirimizə zəng vurub sual vermək istəyən izləyicilərimiz 012-538-06 bizim əlaqə nömrəmizdir. Azər, bundan əvvəl, bunları göstərməzdən əvvəl Cəlal müəllimə sual vermək istəyirəm ki, Cəlallı Kəlağayların özəllikləri nədədir? Və mən istəyirəm ki, sizin adınız babalarınızın adından, düzdür? Bəli. Babamın adı. Hə, Allah rəhmət eləsin, buyurun. Yəni, onlardan gəlir Cəlallı Kəlağay. Özəllikləri nədir? Özəllikləri bayaq qeyd elədiyim kimi bizdə Kəlağaylar xüsusi belə deyim də, xüsusi bir təbəqəyə hesablanır, elit təbəqəyə hesablanmış kəlağaylardır. Yəni, digər kəlağaylardan fərqi onun rənginin şuxluğunda, naxışlarının çoxluğundadır. Yəni, əsas fərqlərimiz bizim bunlardan ibarətdir və bir də hədəflədiyimiz nöqtələr fərqlidir digərlər kəlağaylardan, belə deyək. Nələr deyə bilsəz? Bizim hədəfimiz, belə deyim də, sir deyilsə? Əlbəttə sir deyil. Biz
istəyirik ki, ixrac potensialı olan bir məhsula çevirək. Bildiyiniz kimi, bayaq Əmin qeyd elədi, gedib xaricdə qurublar. Biz istəyirik, ümumiyyətlə, Azərbaycanda qurulsun, Azərbaycan ixrac potensialı bir məhsuluna çevrilsin. Əsas hədəfimiz ondan ibarətdir. Onun uğrunda əsas çalışmalarımız gedir. Azərbaycan brendi olaraq. Bəli, Azərbaycan brendi olaraq, yəni ixrac potensiallı məhsul olsun. Sadəcə olaraq bizdə ixrac potensiallı olmağımızın ən böyük qarşımızda problem Çin məhsullarıdır. Çin məhsulları, belə deyim, İnsanlar gedir, məsələn, gedir ipək məhsullar, düzdür, ipəyin vətəni Çindir, amma gətirirlər boyanmış ipəkləri Kəlağay adı ilə satırlar. Amma insanlar da fikirləşir ki, Kəlağay budur və qiymət fərqinə falan şey edirlər ki, bu yəqin ki, ucuz olan daha yaxşıdır və yaxud da başqa cür yanaşmalar mövcuddur. Amma onlar Kəlağayla boyanmış ipəyin fərqini bilmədiklərinə görə bundan biraz əsas hədəfimiz odur ki, insanları həm məlumatlandıraq bu barədə ki, bildirək ki, Kəlağay nədir, boyanmış ipək nədir, naxışlı ipək nədir və ən əsas hədəfimiz Azərbaycan ixrac potensialı məhsuluna çevirməkdir bunu. İnşallah, niyə də olmasın. Növbəti Kəlağaydan da danışaq mümkünsə. Bu daha çox qədimi Kəlağaya bənzəyir. Bəlkə də rəngləri qəhvəyi rəngdir əslində. Bunun ölçüsü bu daha kiçikdir, rahat göstərə bilərsiniz. Kiçik ölçüdə olan, buna biz bölmə deyirdik. Yəni Kəlağayının 4/1-idir. 150 Kəlağayının 4/1-idir. Bunlar çox xanım xatın görsənirsən bugün. Təşəkkür edirəm. Çox sağ ol. Burada sırf qəhvəyi rəngin olmağı və qəhvəyi rəngin üzərində naxışlar. Narıncı nardı yoxsa? O narıncı rəng var ha, haşiyanın üstündə. O qondarma deyilir. Yəni ağ Kəlağayda basma naxış üsulu ilə, basma naxışdır, yəni qəlibləri parafin, kanifor qarışığından alınmış o məhlulla isti şəkildə. Qəlibləri orada istadıb, vururlar əvvəlcə. Bəli, taxta ilə özdə. Bəli, taxtadan, daha ağacdan hazırlanmış qəliblərdir. Üzr istəyirəm. Buyurun. Göstərək. Canım mənim bunu. Bax, bu ağın üstünə qəliblər ki, vurulub, bu ağ yerləri var, o elə də qalıb. Bax, bu gördüyümüz qaydada qəlibdir. Hissə vura-vura getdi mi? Ondan sonra bir dəfə bunu boyanır, bu narıncı rəngə. Narıncı. Tüh. Ancaq o qəlib vurulan yerlərə rəng keçmir, ağ qalır. O narıncı rəngə boyanandan sonra hələ yumurlar, onun qəlibi, o yağı yumurlar. Sonra qondarmasını vururlar, həmin qəlibin qondarmasını ki, müəyyən lazım olan yerlərinə bir də yağ üstündən tutdu mu, bayaq dedim, sarağan dedim, vəlgə ağacı. O narıncı rəngdə olanı vəlgədən hazırlanmış, o sarağandan hazırlanmış boyağa salırsan, məhlulla. Salırsan, qalır onun içində, o həmin narıncı rəngi eləyir qəhvəyi. Bunu daha çox... Soldurma dediyimiz, təzdən onu bir də biz kislatiya versək, solduracaq rəngin eləyəcək noxud rəngində və yaxud soğan qabığı rəngində, bu belə bir şey. Ən qədim sizdə olan, Şəhaloğlu Kəlağayda olan ən qədim Kəlağayının yaşı neçədir? Allah, hal-hazırda qalıb mı ümumiyyətlə? Qalıbdır, bir dənəsi qalıb. Nənəmdən qalan bir dənə 85 Allah rəhmət eləsin. il olar. 85 yaşı olar. Nə rəngdədir o? O qaradır. Qara rəngdə olan. Və xüsusi bir dənəsi də var. Bax, bu yəni ki, təzə hazırlanır. Bu çox gözəldir, bunu göstərək mümkünsə. Baskalda yaşayır, Mürşid Ustanın işidir. Çox gözəl sənətkardır. Əl qabiliyyətinə də söz olmaz. Ümumiyyətlə, onlar da ailəlicən boyaqçılar olublar. Biz bunu Şuşanın, belə deyim də, işğaldan azad olunmasına görə, bəli, onun münasibətlə düzəldilib bu. Mürşid Ustanın işidir bu. Təşəkkür edirəm Mürşid Usta. Əlləriniz, qollarınız var olsun. Yeri gəlmişkən, onlar da ailəlicən boyaqçılar olublar. Atası gil, babası gil. Həm də lap böyük qardaşı heykəltaraşdır. Onlardan naxış vurmaqdan başqa bir rəssamlıq, heykəltaraşda qabiliyyətdə var deyənə, onu əllə dənə-dənə hazırlayıb, o şəkil çəkib. Nəsimin portretini Nəsimi ilə elan edib. Bəli. Nəsimin portretini işləmişdi bir dənə Kəlağayı. Mən nəyə qeyd edeyim sizə? Ümumiyyətlə, əsl Kəlağaylar, burada məsələn, materiallar fərqlidir, düzdürmü? Bunun materialı fərqlidir. Yəni, ya da mən elə istəyirəm, bu ət Kəlağayıdır. Bir dənə bu fərqlidir. Yəni, bunlar eynidir. Onlar Kəlağayının xalis ipək olmağını bilirsin. Əsl Kəlağayı necə olmalıdır? Hansı materialda olmalıdır? Təmiz ipək. Bu.
Bəli. Onlar hamısı təmiz ipəkdir. Ondan bu dəqiqə bircə dənə sap ayır, yandır. İpəkdən başqa hansı lifi, lap təbii lifləri, yunu, pambığı da hansını yandırırsansa qalıb o köz olur ha. Kömrə dönən hissəsi yoxdur. Onu basırsan əlində qırmalanır. Ancaq ipəyi Qırmalanır, yəni ovulur. Ovulur da. ovulur, yəni nətər xır olur da. Bəli. Onun altında hiss eləyirsən. Bəli. Ancaq ipək sapı yandırırsan, lap bax bu boydası olsun. Götür ocun içində bir dənə sürt un olur. Aha, özəlliklərindən biri Toza buyurmuş. çevrilir yəni. Toza çevrilir. Amma gəlin Toza belə çevrilir. deyək, misal üçün, təbii ki, kəlağayı satılır, bir çox yerlərdə kəlağayılar var, amma əsl kəlağayının saxtasından ayırmaq, misal üçün, Yandırarım. yandırsın bir tükanı kəlağayılar olsun. Görün bu nə olur yoxsa yox. Dur nəsə Necə kəlam. ayrı? Məşğul olanlar əl vuranda da bilir. Məşğul olan, hər kəs məşğul olan, Bizim bizə günlər götürə bilmir. olmayan adam Günlər gəlir götürür, misal, özünə kəlağayı almaq istəyir. Baxır, rəngi xoşuna Artıq gəldi. bilirəm. mütləqdir ki, kəlağayı boyağın, kəlağayı naxışın Zat-zat başqa yandırırsan. parçalarda almaq olmur. Çünki kəlağayının əsası baba bu narıncı rəngdir. Elə Narıncı deyil, çəhrayıdır. çəhrayı. Çəhrayı rəngi bunu bu dəqiqə buradan götürüb aparıb həmin dediyim o sarağana versə 45 dəqiqədən sonra, 1 saatdan sonra olacaq al-qırmızı qan rəngində. Aha. O rəngləri ki görürsən, başqa parçalarda onu eləmək olmur. Çünki məsəl üçün belə deyək də yun parçanı, ya pambıq parçanı o boyaqlarla boyamaq olmur. Artıq kimyəvi üsullarla alınmış boyaqlardan boyuyursan onu. Aydındır. Boyama üsulu da ki, üzr istəyirəm. Buyurun. Ümumiyyətlə bu texnologiyasında, kəlağayının hazırlanma texnologiyasında yeniliklər olundu. Belə biraz təvəzzökarlıqdan uzaq oldu. Estağfurullah, buyurun. Olmasın da yəni nətər deyirlər. Kəlağayın babası, yəni atam, mərhum atam Allah rəhmət eylesin. bir neçə dəfə kəlağayda alırlar, nəzər rəhmət eləsin. Bir neçə dəfə elə bil yeniliklər eləyirdi, yenilikçi adam idi. Məsəl, əl dəzgahlarında toxunurdu. 60-cı ilin əvvəllərində avtomat dəzgahlar gətirib sex təsis elədi, quraşdırdı. Düzdür, Sovet dövrü idi, biraz o vaxtı gizlin hisarçılar sayılırdılar. Bəli. Sonra bütün sexlərdə avtomat dəzgahlar işləyəndə bu STB deyirlər, Stanok Tkacki Besyenosni, məkiksiz toxucu dəzgahları ondan gətirdi. Sonra boyağında bir yenilik, bu basma naxış üsulundan diyirlətmə, sürüşdürmə üsuluna keçdi, nakat deyirlər də Rusca. O stollarda, uzun stollarda boyanırdı, belə dəyişiklik. Sonra toxunuşunda bir yenilik yaratdı. Ondan cəmsi kəlağayı tarixində, neçə yüz illərin tarixində cəmsi 800 dənə olub. Zərri kəlağayı. Zərri kəlağayı. Onun bircə dənə nümunəsi Parıqlıydı qalıb yoxsa bizdə. Yox, istədiyin naxışda boya, istədiyin kimi boya, ancaq toxunuşunda zərri toxuyursan. İstəyirsən kletkalı zərri, istəyirsən birbaşa zərri. Zər yəni parıltılı da yəni. Aha, bəli. Parçalar olmur, qadınlar demir zərri parçadır. Bəli. Onun əslində o liflərin adı metanit deyirlər, metaliski nitkadır, yəni metal saplar. Bəli. Gümüşlü saplar olur, qızılı saplar Gümüşü olur. qızıl olur, bəli. Bəli. Onlardan o gümüşü daha yaxşı olur onda. O toxunuşda ötürün əriş hissəsinə də, yəni uzatma hissəsinə. Ona əriş bizim dildə deyirlər, uzatma loru dildə deyirlər. Yəni asnova. Və mən nəyə qeyd etmək istəyirəm? Ümumiyyətlə, bunların üzərində naxışlar var və sifariş olan zaman, məsələn, elə insanlar var ki, narlı istəyə bilər və yaxud da insanlar sırf butalı və yaxud da həmin o. Yəni, sifarişlər nəzərə alınır da, düzdürmü? Nəzərə alınır, Sıfırdan. əlbəttə. Dağıstandan bir müştərimiz var idi, Lərzi idi, Məhəmməd dayı. O gələndə boyaqçılarımız deyirdi, hazırlaşın, dəyişin qəlibləri, xoruzları gətirin. O deyirdi, mən üçün boyanan kəlağaylarda deyirdi, xoruz şəkillər olsun. Olan xalqları elə örtürdü. Lap ləhcəsi ilə deyirlər, Lərzidə deyirlər, xuruz. Belə bir şey var idi. Yəni, və yaxud dedim bayaqdakı kürdlər şahmat, kəlağayı örtürdü. Bir Əhməd dayı vardı, brilyantın atası. O gələndə deyirlər, dəyişin şahmatı işləyəcək. Görürlər ki, gəlir də sexə gəlir, zakaz eləməyə.
boyaqçılar, ustalar deyirdi ki, indi şahmat işləyəcək də, zakaz eləməyə gəlib. Yəni, hər xalqın özünə məxsus Ümumiyyətlə, Kəlağaylardan bağlı nə kimi inanclar var? Varmı inanclar? var. Nə kimi inanclar var? Maraqlıdır. Məsələn, Kəlağaydan indi də, lap qədimdə də görürsən, bir əyri işi olan düzəlməyəndə deyib, bir Kəlağay nəzir eləyərəm. Hələ bir şey var imiş. Və yaxud aparıb kimsə, indi imkan hamıda eyni olmayıb. Təbii. Kiminsə gözü çatmayıbdı almağa, aparıb birbaşa verib, göstərici şəklində verib, qürurun da sındırmaq düzdür, aparıb meçidə qoyardın, oradan verərdilər, oradan gəlib özü götürərdi. Necə esik davranışlar oldu, necə diqqətçi, həssas yanaşılma oldu. Basqalında sırf özünə məxsus adət-ənənələri olubdu. İstər qadın-kişi münasibətində, istər uşaq, böyük münasibətində müxtəlif əməl olunan qaydalar olubdu da, o da biri olubdu. Ki, yəni, heç kim bilmədən, məsələn, bilirsən ki, filankəs şahsıdır kənd yerində. Bunun ya könəlibdir kəlağayısı bu qadının, və yaxud da ki, heç yoxdur, ala da bilmir. Pay verirdilər gizlin şəkildə. Bəli, Roman müəllim, siz danışırsınız, elə mənim qohumlarım danışır, həqiqətən. Arada o ləhcələrinizi hiss edirəm ki, İsmaili ləhcələri var. Dedim, arada onu hiss eləmək olur. Yəni, o doğmalıq var. Çox da gözəl, bizim uşaqlar çox doğma, çox əzizsiz. Səmimidir əsas. Eynən, qeyd eləmək istəyirəm ki, mən də bayağı reklam fasiləsində qeyd elədim. Bizdə İsmaildən izləyən kifayət qədər izləyicilərimiz var ki, elə başda əslən oradandır, biz də əslən oradan sayılırıq, sözsüz ki, başda atam olmaqla əmilərim, bibilərim, hər kəs bizdən İsmaildandır və hər birinə qucaq dolusu salamlarımı, sevgilərimi çatdırıram. Artıq 3 ildən çoxdur ki, İsmaildə yoxam, yəni gedə bilməmişlərimdən dolayı, amma hiss edirəm ki, oranın havası bizə lazımdır həqiqətən də. Qısa bir reklam fasiləsi var, dəyərli izləyicilərimiz, izləyək, daha sonra yenidən İsmailli Kəlağaylarla, Basqal Kəlağaylarla danışacağıq. Xüsusi sponsor ortoped vertebrolog Dr. Yusif Zeynalov. Hörmətli izləyicilərimiz, proqramımız öz axarı ilə davam edir. Bir daha nəzərinizə çatdırır ki, Cəlaloğlu Kəlağay şirkətinin rəhbərləri Cəlal Səfər və Roman Səfər bugün bizim qonağımızlar. Ümumiyyətlə, hər zaman Kəlağay xalqımızın təfəkküründə saflıq, gözəli və sülh kimi anlayışları özündə əks etdirib. Kəlağayın gəlin tarixinə toxunaq. Müəyyən bir nüanslar istəyirəm ki, Roman müəllim qeyd edəsiniz. Deməli, Basqalda təşəkkül tapığı dövr orta əsrlərə təsadüf edir. İnkişaf dövrü isə bir qədər də, yəni bizə yaxın olan tarixə gəlir çatır. Elə bil 1862-ci ildə Kəlağayı, Basqal Kəlağayısı Londonda keçirilən ümumdünya sərgisində gümüş medal və diplom qazanıb. Və orada təqdimatda olubdur, deməli, Basqaldan Nəsib Abdüləzizoğlu sənətkar olub, o aparıbdır. Hətta belə bir rəvayət də gəzir dillərdə ki, gələrkən lap o sırf Basqalda nətər deyibsə, o söz hamının dilində gəzir ki, İngilis qadınları da üzr istəyirəm, biraz çobud da çıxsa, İngilis arvadları belə deyib. Macal vermədilər ki, bir Kəlağayını hamıya görsədə... Bəli, onunla mən də rastlaşmışam, eşitmişəm o ifadəni. Macal vermədilər ki, hamıya görsədə bu Kəlağayını... Hamısını aldılar. Hamısını aldılar. Mən belə bilsəydim, çox gətirərdim. Yəni, o saat qazancın da fikirdəkim ki, çox gətirərdim. Bu 1862-ci ildə olubdur. Və elə həmin ildəcə, 1862-ci ildə Rusiyalı Pyotr Paşinov Qafqazski Vesnik qəzetində yazır ki, deməli, Azərbaycanın ucqar kəndlərindən olan Basqalda hazırlanan Kəlağaylar heç də o Kəlağayı hazırlayan ustalar öz Avropalı həmkarlarından heç də geri qalmırlar, hətta onları üstələyirlər. Çünki Avropada toxunan, boyanan parçalar ki var, fabrikdə toxunan parçalar. Quslar üsulla boyanan bu Kəlağaylar onları çox üstələyir. Aydındır. Bütün göstəricilərinə görə, həm keyfiyyətinə görə, boyanmasına görə. Bəli. Sonra 1902-ci ildə, yəni 20-ci əsrin əvvəllərində olubdu, Tiflisdə qurultay keçirilibdi. Qafqaz
sənətkarlarının, kurslar üsulla işləyən Qafqaz sənətkarlarının birinci qurultayında. Orada həmin fikir səslənib ki, yəni bu təsəvvür olunan bir şey yoxdur ki, belə zərif bir parçanı, zərif bir məhsulu əllə boyuyub, toxuyub, gətirib ortalığa çıxardasan. Amma bir müddət nədə tənəzzülə uğrayıbdı. Elə bil Rusiyada artıq fabriklər, Rusiya bizə qonşu ölkədə ticarət əlaqələri o bələm Çar Rusiyası dövründə də olubdu. Yəni 18-ci əsrdə, 19-cu əsrdə bunlar baş verib, hansı ki, orada toxunan parçalar, fabrikdə toxunan ucuz gəlib deyə nə bura? Mexanika qayda ilə olan şeylər ucuz olur. Ucuz parçalar Kəlağayını bir balaca sıxışdırıbdı. Və yenidən yenə Kəlağayı ayaq açıbdı dünyanın hər yanına. Məsələn, mənim babam özü söhbət eləyirdi ki, 9 il Məribidə yaşamışam. Mərib bilirsiniz, adı Marı. Aşqabadın Marı vilayəti. Onlar Mərib deyirdilər də, indi bilmirəm, adı Marıdmı, ya Məribdirsə, axır Mərib deyirdilər. Orada yaşamışıq, deyirdi, 9 il. Biz özümüz Gürcüstanda yaşamışıq. Zaman-zaman ya sənətkarlığın inkişafı üçün, ya ticarət üçün Baskal sakinləri həmişə kənara çıxıblar. Məsələn, Kazan, Orenburg, Türkmənistan, Özbəkistan, indi də oralarda yaşayanlar var, Gürcüstan, Azərbaycanın müxtəlif şəhərləri hamısında görürsən öz işlərini inkişaf elətdiriblər. Və axır vaxtlarda da ki, indi biraz nəsə əvvəlki istehsal yoxdur deyənə çatdırmaq olmur. Bugünkü gənc nəsilə Kəlağayının nə demək olduğunu çatdırmaq üçün gərək maarifləndirmək lazımdır. Oturub ya dərsin keçəsən, nə tərsə bilmirəm, hansı olmansa gərək maarifləndirmək. Bugün buradasınız da, bugün buradasınız. Ona görə ictimai formada, yəni kütləvi formada məlumatlandırmaq lazımdır. Mən növbəti sualımı sizə ünvanlamaq istəyirəm Cəlal bəy. Ümumiyyətlə, müasir dövrümüzdəki Kəlağayıya olan tələbat necədir, münasibət necədir? Münasibət, əmin dediyi kimi, yəni əvvəlki dövrlərə nisbətən zəifdir, amma 90-2005 arası münasibətə nisbətdə son 2010-cu ildən etibarən inkişaf eləməyə başlayır. Bəli. Belə deyim, qız gəlinlərdir və ailə quran vaxtı əsasən qırmızı rəngdə və yaxud başqa, əsasən qırmızı rəngdə, amma çox vaxt başqa rənglərdə olur. Kəlağaylar hədiyyə verilir və xaricdən qonaqlara gələn şirkətlər var ki, məsələn, korporativ olaraq onlar alırlar, öz qonaqlarına verir. Əslində, ən gözəl hədiyyədir, həqiqətən ən gözəl hədiyyədir. Yəni, mənə görə bir xanım olaraq mən bunu sizə deyirəm ki, həqiqətən ən gözəl hədiyyədir ki, elə və yaxud hansısa bir xaricdə yaşayan dostlara da hədiyyə eləmək olar bunu. Azərbaycan milli dəyəridir. Çox insan sırf xaricdə olan dostlarına, tanışlarına və yaxud xaricdən gələn xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaq məqsədi ilə bu Kəlağaylardan hədiyyə verir. Məsələn, mən adam tanıyıram ki, ilk öncə qonağı gəlibdir, qonağı aparıb Kəlağayı muzeyinə, Xalça muzeyində Kəlağayı hissəsinə, orada bəyəndiyin, hansı bəyənibsə, onlarda bir neçə ədəd, yəni onun ailə üzvlərinə belə hədiyyə alıb göndəribdir. Yəni, hazırda dövrdə həm dəblə əlaqədar olaraq, həm də müəyyən, dediyim kimi, toy, bayram və yaxud müəyyən hadisələrlə bağlı olaraq hədiyyə kimi alınmağı həm də bir kontingent mövzusu var. Bayaq da siz qeyd elədiniz ki, elə illər öncəsində də, indiki də dönəmdə də elit xanımlar bundan istifadə edir. Yəni, sanki yüksək kontingentin xanımları Kəlağayıdan istifadə edir. Biraz belə deyək də, el dilində. Xanım, xatın. Eynən. Qadın, hürbəli. Başda dedim ki, mən Kəlağayı istifadə ediləndən sonra, çiynimə taxandan sonra gördüm ki, artıq mən xanım, xatın hiss edirəm. Amma Kəlağayı nə şəkildə istifadə olmalıdır? Baş örpəyi kimi, yoxsa çiynə atılmaq üçündür, yoxsa əslində necə olmalıdır Kəlağayı? Yaranışından baş örpəyi olubdur. Yaranışından baş örpəyi olubdur. Baş örpəyi olubdur. Ancaq heç də bir qəbahət deyil ki, məsələn, bir qadın necə istifadə edir? Məsələn, türkmənlər Heratı dediyimiz Kəlağaydan istifadə edirlər. Onun sarısı da olur, qırmızısı da olur. Spirək deyirik də, həmin o sarıqan rəngini, ondan da olur. Eləsi olur, bir də görürsən, indi o əyalətlərində də, mərkəzi şəhərlərdə də olmasa. 3 dənəsindən birdən istifadə edir. Birin, lap nətər o dildə deyilirsə, elə də dincə deyirlər. Dincə vurur, birin çərtmə vurur, birini də belinə bağlayır. Birin başına atır. Bir dənə Kəlağayısı var da həmişə belinə bağlayır. Hə, da olur. Yəni, o demək deyil ki, yoxsan bundan belə istifadə eləyə bilmərsən demək olmaz. Ancaq
Kəlağayını məsəl üçün olurdu Sovet dövründə məndən soruşurdular. Bizim Avstriya ilə alverimiz var idi bir zaman. Aha. İsmail'da. Avstriyadan bizə elə bir ki parça verirdilər, abmen idi. Bu Dəyişdirildi. 1980-ci illərin sonları idi. Aha. Bu vaxt ortaları, sonları. Bizdən kəlağayını da boyanmış şəkildə kəlağay yox. Bayaq bir söz dedim. Ha dedim stanokdan da dəzgahdan çıxandan sonra hələmki kəlağay deyil o. Bax elə o dəzgahdan çıxanı top şəklində aparırdılar. İndi onlar orada nə tər istifadə edirdi deyə bilmərik. Avstriya, Avropaya gedirdi. Bəli. Əvəzində də biz onlardan bayaq qeyd elədiyim kimi zərri parçalar, nə bilim, cürbəcür kişilərin istifadə eləmək üçün kostyumluq parçalar, qadınlar üçün zərri parçalar, cürbəcür şeylər dəyişirdi. Belə şeylər. Kişilərin, misal üçün, pencəklərin içərisində olan cib yaylığı kimi, misal üçün, onlar da bəzən kəlağayı materialına bənzər. Mən sırf elə o həmin ipəkdən mi hazırlanır, yoxsa nədən hazırlanır? Yox, ipək, sırf ipək də. Təmiz ipək parçalar kəlağayıdır. Təmiz ipək parça, indi qarışıq eləməsə, bəlkə deyirlər, məxmər, gül məxmər, bambarxat, ondan sonra atlas, özbək parçaları var, özbək geyimləri, xalatlar belə. Bəli. Olar. Naxışlı bəzəkli. Bir də bir şey, bunu deməsi olmaz, diqqətə çatdırması olmaz. Qanovuz. Qanovuz parçadır, ipək parçadır. Baskal yaxınlığında kənd var, Mücü. Hə, eşitmişəm. Mücü kəndi. Baskal deməli kəlağayının vətəni olduğu kimi qanovuzun ilki toxunubdur Mücüdə. Onu toxuyub boyamırlar, boyayıb toxuyurlar. Sapların boyayıb toxuyurlar. Aha. O daha çətin olur Şey yəni. kimi, nə deyirlər ona? Xalça kimi. Xalça kimi, bəli. Ancaq o xalça kimi toxunmur da. Toxunma üsulu adi parça toxunma üsuludur. Xalça ilmələrlə toxunur da, bir fərqlidir xalça. Burada belə X formu. Hə, bu yəni qanovuz parçadır. Adıdır qanovuz. Hər parçanın adı var da, məsələn, pambıq parçanın hamısında pambıq var, çit də pambıqdır, pamazı da pambıqdır filan. Bunların hərəsinin adı var. Bizdə də kəlağayıdır, məxmərdir, atlasdır, qanovuzdur. Bunlar hamısı ipəkdir. Bunların arasında ən təmiz ipəkdən hazırlanan kəlağayıdır, qanovuzdur. Mən istəyirəm icazənizlə əlaqə nömrəsi izləyicilərin diqqətinə çatdırım. Çünki xanımlarımız təbii ki, çox maraqlanırlar bu kəlağaylardan bağlı olaraq. Hörmətli izləyicilərimiz 050-212-84-56. Əgər siz də Cəlaloğlu kəlağaylardan sifariş vermək istəyirsinizsə, bu korporativ də ola bilər, bu şəxsi individual da ola bilər. 050-212-84-56. Və eyni zamanda kəlağayların üzərinə bir də yaraşıq vermək üçün broşlardan da istifadə edə bilərsiniz ki, mən də bugünkü broşuma görə təşəkkür etmək istəyirəm. Kamilla xanıma aşağıda Instagram adresi qeyd olunub ki, siz də dəyərli xanımlarımız kəlağaylarınızı üzərini bir dənə broşla bəzəyə bilərsiniz ki, aşağıda qeyd olunan Instagram adresinə daxil olursunuz və oradan da broşlarınızı sifariş verirsiniz. Təşəkkürlər Kamilla xanım. Və Roman müəllim, Cəlal müəllim, mən nəyə qeyd etmək istəyirəm? Bu dəqiqə, misal üçün, Cəlaloğlu kəlağayı nə şəkildə fəaliyyət göstərir? Bunlar hamısı döymə şəklindəmi işlənilir, yoxsa o dediyiniz sürtmə tərzindəmi işlənilir? Basma naxışdır. Hamısı basma naxışdır, birbaşa olaraq. Bəli. Və bundan da yanaşı olaraq kimlər daha çox sizə sifarişlər verirlər hal-hazırda, korporativdən yanaşı olaraq? Müxtəlif təbəqədən olan insanlar. Alıcı qüvvəsi ümumiyyətlə potensialı qane edirmi? Belə qane eləyir ki, yəni onun kəlağayının satışını biz nisbətən məsəl 20-30 il bundan qabaq gördüyümüz kimi deyil. Onda daha çox kütləvi istehsal var idi, kütləvi də satış var idi. İndi istehsalı nə qədər də aşağı düşübsə, həmin səviyyəyə görə də yenə satışı var. Yəni, yenə də satışı var. 1000 kəlağayı istehsal eləyib 1000-in də sata bilir. İndi də 100 kəlağayı istehsal eləyirsənsə 1000-inə sifariş yoxdur, elə 100-ünə var. 100-nə sifariş var. Mən ümumiyyətlə bəzən misal üçün şəhərdə olanda və harasa gedəndə görürəm ki, xanımların ya çiynində, ya başında kəlağayı var. Ola bilər bunu sadəcə bir aksesuar olaraq istifadə edirlər. İnanın, o qədər gözəl görsənir, o qədər xanıma o gözəllik Elə var. rənglər var ki, yəni yaşlı rəngi var, yaşlının bir çox rəngləri var, çəhrayı tonlarda. Yəni hər rəng var da maşallah. Elə bir rənglər var, məsələn sizə sifariş verilir və həmin o rənglər belə dedi, biraz qeyri-adi bir rəng olur deyə sizə alınmır. Əlbəttə çətin alınan rənglər. Bəli, elə rənglər olur. Onun üçün biraz çətinlik olub. Məsələn, elə sezon olur ki, ona bəğəmin dediyi kimi ağacların
ağaclara görə, ağaclardan hazırlanan rənglərdə, təbii ağaclardan, Bitkilər, ümumiyyətlə, təbii. həmin bitkinin bitməyən dövründə, misal üçün, sifariş olunan zaman o çətinlik yaranır. Məsələn, onu biraz gecikdiririk, 3 gün, 5 gün, nə qədər müddətsə. Yəni, düzdür, əvvəldən həmin bitki toplanan dövrdə o boyanın lazımı qədəri yığılır. Sadəcə olaraq birdən-birə elə olur ki, misal üçün, ən çox tələb olunan kəlağaylarımızda biri həmin göy kəlağayıdır. O, elə bir müddət ola bilər ki, misal üçün, onun boyanmasında biraz çətinliklər yaransın, amma şükürlər ki, hələ ki, sırf biz Cəlaloğlu kəlağayda elə bir problem yaranmayıb ki, yəni sifariş olunan kəlağaylarda boyanmasında çətinlik yaransın. Və qiymətlər də əslində münasibdir, düzdür, Və bir də keyfiyyətinə nəyi görə. qeyd edeyim? Sabah qara cümə günüdür. Bəli, Black Friday. biz də bunu nəzərə alıb, Allah qoysa, bugün axşam bizdə postlar paylaşılacaq İnşallah, mən də paylaşacağım. İnşallah. Amma indidən anons Və edə xüsusi bilərik. indirimlər olacaq sabah. Bəli, bəli. Bir şey diqqətinizə çatdırmaq istəyirəm ki, yəni o hansı rənglər ki, deyirsiniz ki, ola bilər ki, alınmasınlar, o rəngin özünün alınmamağı deyil. Rənglərin müxtəlifliyinin alınması. Məsəl üçün, kəlağayını quşlar üsulu ilə boyananda, bayaq dediyim o nakat üsulu ilə yox, quşlar basma naxış üsulu ilə boyananda hardasa bir 6 rəng bir kəlağayının üzərində 6 rəngin lap da belə o super sənətkarlar var, rəngdən rəng ala-ala bir 7 rəngə qədər gətirib çıxardarlar, ona çoxu getmir. Çünki bir kəlağayını da işləsin, onların hər rəngin ayrı-ayrılıqda boyayırsan, bir dəfə boyayırsan, sonra o birisi boyaq, sonra o birisi boyaq. 10 dənəyə də elə eləyəcəksin. Fərqi yoxdur ki, onu çox elədim, az elədim. O bir kəlağayıya da 2 gün əziyyət çəkəcək, ya 1 gün əziyyət çəkəcək. Onun da boyasa, çünki küplərdə boyayırdılar. Bəl. Ora 10 dənəsi də yerləşir, 20-si də yerləşir, biri də yerləşir. Ondan bir dənə zakaz verən olsa, yenə o 10 dənəyə çəkdiyi əziyyət ona da çəkəcək usta. Və məsələ bunda ki, çətinlik onda yaranır. Amma eləmək mümkündür. Yəni, nəyisə ala bilmədim söhbəti yoxdur. Və bu vaxta qədər indi biraz o laborator şəraitində, fabrik şəraitində hazırlanmış boyaqlardan da istifadə olunur da, burası da var. Bəli. Ancaq dövründə axı elə olmayıbdır. Məsələn, orta əsrlərdə gəlib Sumqayıtdan boyaq alıb gətirmirdilər. Aydın məsələdir, təbii. Yəni, dediyim nəzir Sumqayıtı elə bir söz məsələ dedim də, yəni kimyəvi məhsulların istehsal olunduğu. Nəydən alıblar rəngi? Məsəl, soğan qabığından, vərc ağacından, palıd ağacından, boyma dərən gülündən, müxtəlif də qozdan, o qozun palı deyirlər. Bəli. Qəhvəyi olur belə. Hansı ki, rəng verə bilən hansı bitkilər varsa, yəni bitki mənşəli rənglər olubdur, heyvan mənşəli olmayıb, bitki mənşəli. Bunlardan rənglər hazırlanırdı və dözümlüyü də illərin söhbətidir, 100 illərin söhbəti olub. Misal üçün, bir dənə kəlağayı götürəb bu və günlərin üzərindəki rənginin solmağı və s. belə bir şey mümkündür ümumiyyətlə? Necə sola bilər? Və də məsəl üçün, hansı bir parça geyinirik? Kimyəvi boyalardan istifadə eləyəndə mümkündür. Ancaq o rəng var ha. Bəli, göy. Göy. Aha. Qara kəlağayı görmüşsünüz də yəqin. Bəli, mən görmüşəm. Qara rəngi almaq üçün həmin o göy rəngə boyanır, paraşokdan olan rəngə. Yenə dediyim sarağana verirsən onu. Sarağana verirsən onu eləyir qır qarası. Ömründə bir damcı istəsən də ki, o biraz solsun, bozarsın, mümkündür. Bir kəlağayını hazırlamağa nə qədər müddətə başlayır? Baxır, misal üçün, bu kəlağayını hazırlamağa o kəlağayını elə bir neçə saata. Bir neçə saatı bunu hazırlamaq mümkündür. Amma nə rənginin solmağı, nə bir şey. Misal üçün, adi misal şalvar geyinirik, ya pencə geyinirik, müəyyən bir vaxtdan sonra görürsən ki, müxtəlif şeylər var ki, rəngə qatqıları var da. Məsələn, zəy deyirik, alunit. Kimyəvi tərkibcən alunitdir, zəy. Bildiyimiz zəy, duz. Rənglərə ondan vuranda qarışdırırsan, onun tərkibində, məsələn, məhlulun tərkibində zəy də olanda o rəngi bərkidir. Qoymur çıxmağa. Çox adam onu, əgər bilməyən adam naşıdırsa,
Hə, boyandıqca qutardı. Sonra o tərəfdə aparıb yuvacaqsan, gəl rəngə çıxacaq. Mən Cəlal müəllim bir şey soruşum sizdən. Ümumiyyətlə satışı ilə bağlı olaraq sifariş verilir. Birbaşa olaraq yəni ki, satış dükanlarınız da var da, fəaliyyət göstərilir, yoxsa necə? Təəssüflər olsun ki, dükanlarımız hazırda fəaliyyət göstərmir. Səbəbi çünki bu koronavirus səbəbi ilə bildiyiniz kimi mollar filan fəaliyyət göstərmir. Ona görə biz təəssüflər olsun ki, hazırda iki vəziyyətdə ancaq onlayn olaraq şəkildə Instagram adresi var. Instagram adresini seçirsiniz, dəyərli izləyicilərimiz, dəyərli xanımlarımız və yaxud da bəylər də seçə bilər öz xanımlarına. Hədiyyə edirsiniz. Əsasən alıcılarımız elə bəylərdə hədiyyəlik kimi alırlar və dediyim kimi korporativ də olur, bəli, xarici müştərilərinə hədiyyə, ya xarici qonaqları olur kimlərinsə, yəni ailəvi qonaqları da olanlar olur ki, bayaq dediyim kimi, yəni adam olub ki, gəlib aparıb Kəlağayı muzeyində göstərib, bəyəndiyin olanda özündən gizlin onun bütün ailəsi üçün hədiyyə alıb göndəribdir. Çox gözəl bir jest edib. Yəni qadınlara yaraşan hər Aksesuar. nə varsa, aksesuarlardan biri də odur. Gül kimi, Kəlağayı kimi qadın üçün yaxşı da hədiyyə danı ola bilər ki. Azından gül solur da, yəni. Gül solur, amma Kəlağayı solmur. Kəlağayı çox gözəl də istifadə edilir. Və Kəlağayı aldıqları zaman alıcılar daha çox xanımları nəyə diqqət yetirsinlər, nəyə fikir versinlər? Bayaq qeyd elədim ki, üzükdən keçirtdim. Əsl Kəlağayı üzükdən keçməyi bacarmalıdır, yəni o qədər həfif və yüngül olmalıdır. Başqa nələrə fikir verməlilər? Əsl Kəlağayını saxta Kəlağayılarda necə ayırsınlar? Kəlağayının rənginə, bir də üstünün naxışlarına baxan kimi o buta var ha. Aha. Kəlağayda buta varsa butadır. Kəlağaydır. Amma butanı yəni ki, o döyməni yəni başqa bir şeydən də hazır qoymaq olardı, olmaz elə? Məsələ o döymənin o qəlibin özündə deyil. O ora nə ilə vurulub? Başqa şey, deməli o vurulubdur, parafindir, bir də qətran. Ağaclardan alınma, gilas ağacı görmüşsünüz yəqin ki. Təbii. Gilas ağacının üzərində təsadüf eləməmişsiniz, bir kley kimi bir şey olur. Olur, bəli. Ağca qayında da oluruq, Rusiyada. Qəhvə rəngli, saqqız kimi. O qətrandan hazırlanmış kanifol deyirlər. Onu ilə parafinin qarışığının əridilmişi, həmin məhlulu verir bizə ki, o qatı bir şeydir. Nisbətən qalın parçanın bu üzünə vursun, altına keçməyəcək. Onu başa düşdüm, onları bir şey deyirsiniz. Yox, yəni demək istəyirəm ki, o qəlibdən asılı deyil, o maddədən asılı. Onu bildim. O ancaq Kəlağayda yarayır. Götürək, bir alıcı getdi birbaşa olaraq istəyir ki, Kəlağayı alsın. Əsl Kəlağayının təxminən dəyəri hansı məbləğdə olur, misal üçün? Əsl Kəlağayının dəyəri ölçüsündən və naxışlarından asılı olaraq 30 manatdan 100 manata qədər hal-hazırda məsələn o kütləvi şəkildə sifariş olunan, satılan şey. Bir də var məxsusi tutaq bir dənə hansı xüsusi sifariş. Sifariş də onun biraz qiymət çox alır. Bir daha bunu göstərək, yeni qoşulan izləyicilərimiz də görsünlər. Onun Mürşid Usta özəlliklə Şuşanın işğaldan azad olması münasibəti ilə bir dənə boyubdur, sifariş olunubdur ona. Çox gözəldir, həqiqətən də. Yəni, burada hər bir şey Şuşa qalası və s. dənə-dənə işlənibdir. Dənə-dənə. Hətta qarşısındakı yaşıllıq yəni o qəlib yoxdur. O butalar qəlibdir. Mən çünki onu qeyd etmək istəyirəm ki, eləsi var ki, birbaşa qəlibdir. O buta qəlibdir, buta. Ancaq o Şuşa qalasının şəkli var, o rəsmdir. Onu əllə dənə-dənə işləyibdir. Və həmin qətranla işləyib. Mən bir nüansı da qeyd edirəm, Cəlal müəllim, sizin də fikrinizi alalım ümumiyyətlə. Belə az əvvəl Roma müəllim dedi ki, ümumiyyətlə təbii ki, saxtasına təbiisindən ayrımı olar. Hansı, nə kimi əngəllərlə qarşılaşa bilirsiniz ümumiyyətlə Kəlağayı ilə bağlı? Kimsə misal üçün sifariş verəndə, mən misal üçün filan yerdə 15 manatı Kəlağayı gördüm, sizdə niyə misal üçün 50 manatdır? O bayaq dediyim nüansdır, yəni xaricdən, əsasən Çindən gələn məhsullardır ki, onları səhv salırlar və yaxud bəzi yerlərdə Kəlağayı adı ilə satılır və İran Kəlağayıları var, hansı ki, adı Kəlağayıdır, amma belə deyim də baş örtüydü o. Sırf Kəlağayı kimi sayılmır o. Mən qeyd elədiyi, belə deyim də, nazik parçadan, ipəyə bənzər parçadan hazırlanmış, boyanmış bir şey. Yəni onlar Kəlağayı sayılmır. Onlar da siz demiş 15 manata, 20 manata məsələn müştərilər olur ki, biz qiymət dedikdə ki, misal üçün Kəlağayının qiyməti 100 manatdır, 80 manatdır, 90 manatdır. Deyir necə, yəni bu çox bahadır. Yəni mən büdcəm məsələn 15 manatdır, nə 25 manatdır. Hansı ki ona da balacasını göstərədikdə deyir yox, hansını olsa o bir Kəlağayından. Başqa göstərik. Mən açım, siz açırsınız. Buyurun. Olsa uzundur, mən buradan bütün Kəlağayların hansına baxsınız, bax, bu iki tərəfi bir-birinə bərabər olmalı? yox.
Bunun yox, bu kəsilib da, o birsin ver. Bunu qaranı deyirsiniz məncə siz. Yox. Verin, hansı olsa verin deyəcəm. Bunu Cəlal müəllim götürün. Bu tikişlidir. Yox. Yox, mən düşdüm. Ona fikir verin. Kəlağayı budur. Kəlağayı olmağının birinci, baxan kim bilirsən. Bir tərəfi görürsünüz, kəsilməyib. Bəli. Dəzgahda bu bunun enidir. Eni. Digər tərəfində isə müəyyən Bu bir kəsim var. uzunudur, baba bu. Bəli. Kəsilən isə bu tərəfidir. İki tərəfi belə kəsilmiş olur. O tikilirsə, biraz qondarma işə oxşayır qırağı. Mütləq belə olmalıdır. Roman müəllim, Və bunun bir bilindimi bu. İndi satıcının gözünü oğurlayıb yine bundan qoparda bilsin, burasından açıq tərəfindən yandır o yanda bax. Bax bunu bu dəqiqə yandırsa o burada, bax bunu. Bu düyünlənəcək əlimizdə. Qarışığı var. İpəkdən, xalis ipəkdən olan götürək, nə boydasın yandırırsa, bir dənə ocunda belə eləyirsən, yandır. Toz olur, yox olur. Roman müəllim, Cəlal müəllim, dərin təşəkkürümüzü bildiririk sizə. Çox sağ olun, var olun. Bugün düşünürəm ki, izləyicilərimizin də çox xoşuna gəldi bugünkü proqramımız. Minnətdarıq və hörmətli izləyicilərimiz, bir daha diqqətinizə çatdırıram ki, Cəlaloğlu Kəlağay şirkətinin rəhbərləri Cəlal Səfər və Roman Səfər bugün bizim qonaqlarımız idi və siz də təbii ki, sifariş verə bilərsiniz. 050-212-84-56. Dəyərli xanımlarımız, hər zaman bu gözəl kəlağaylardan siz də istifadə edin, çünki belə daha da gözəlsiniz. Minnətdarıq hər ikinizə. Vaxtımız yekunlaşır. İcazə verin, mən də indi vaxtımız yekunlaşırsa da bir özümün adından, Cəlalın adından sizə minnətdarlığımızı bildirək ki, Kəlağay haqqında bu qədər məlumat verməyə bizə efirdə yer verdiniz və Şərəf idi bizim üçün. Lider televiziyasının rəhbərliyinə də sizə də öz minnətdarlığımızı Təşəkkürlər, bildirdik. çox sağ olun. Sağ olun, minnətdarıq bizi dəvət elədiyiniz üçün. Təşəkkürlər. İnşallah Qarabağ tam alınsın. Ondan sonra yeni kampanyalarla... İnşallah 1 dekabrda. İnşallah. 1 dekabr az qalır. Gözləridir. İnşallah. Özünüzə yaxşı baxın, hörmətli izləyicilərimiz. Tanrı xalqımızı qorusun, Tanrı Azərbaycanı qorusun. Allah amanında.